Mayın 19'unda Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacaq, şimşək çaxacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 15-18, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi 763 mm civə sütun olacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Naxçıvanda da axşama doğru bəzi yerlərdə yağış ehtimalı var. Havanın temperaturu 13-17 dərəcə isti olacaq. Arabir şimşək çaxacaq. Bir çox rayonlarda sabah yağıntı gözlənilməsə də, lakin səhər şimal və qərb rayonlarında arabir yağış, şimşək ehtimalı var. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq. Dolu düşəcək. Yüksək dağlıq ərazilərdə sulu qara keçəcək. Duman olacaq, qərb küləyi güclənəcək. Temperatur gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.